Bu özünə inam hissi Ramazan ayının digər bir fərdi faydasıdır. Bunun ictimai faydaları da vardır. İnşallah əgər vaxtımız olsa. Çox belə mühüm bir şey gəldi. Çıxdı psixologiyada belə bir şey var, ictimai asılılıq. İnsanlar ətraf mühitdən asılı vəziyyətə düşür və həmişə də çalışır ki, ətraf mühitin tələblərinə uyğunlaşsın. Cəmaət mənə necə baxar, nə edir? Yəni bir növ bu asılılığı da orucluq aradan götürə bilir. Yəni insanın belə də bayaq qeyd etdiyiniz kimi iradəsi güclənir və onu asılılığına səbəb olan şeylərə qarşı artıq mübarizəyə başlaya bilir. Məsələn, biz əksər vaxtlarda görürük ki, içki içən insanlar orucluq ayında içki içmirlər. Hansı ki, içki aludəsi idi bu. Başqa vaxtda deyirdi, yox, dayana bilmərəm. Amma bu müddət, bu 30 gün müddəti onu islah eləyir. Onun o ictimai asılılığını ondan götürür. Onda bir güc, onda daxili bir qüdrət yaradır ki, həmən o xoşa gəlməyən vərdişlərdən özünü uzaqlaşdıra bilsin. Asılılığın o belə deyək ki, məhdudiyyətlərini yara bilsin. Bunun özü də çox əhəmiyyətli bir şeydir ki, insan müstəqilləşir, azadlaşır. Artıq düşüncəsində də böyük bir inqilab baş verir ki, onun düşüncələri kənar mühitin təsirləri ilə yox, ağlın analizi ilə belə deyək ki, inkişaf eləməyə başlayır. Bu da bir növ səbəb olur ki, həmən o qəzəb qüvvələrini, şəhvət qüvvələrini öz kontroluna ala bilsin. Bu da çox önəmli bir səbəbə çevrilir ki, o təqva istedadını inkişaf elətdirə bilsin. Özünə inamları olmayan insanların mənfi xüsusiyyətlərindən biri də budur ki, onlar özlərini natamam bilirlər. Çalışırlar nə eləsə özlərini tamamlasınlar, öz şəxsiyyətlərini qüsurlu görürlər. Bu da özünə inamsızlığın nəticəsidir. Görürsən ki, özünü tərifləyir. Özünü tərifləyən insan əslində özünü qüsurlu bilib tərifləyir. İstəyir təriflə o qüsuru yerini doldursun. Və la tuzakku anfusakum və alam bimən ittəqa. Allah Quranda buyurur, özü tərifləməyin. Allah daha təqvalını yaxşı tanıyır. Niyə özü tərifləyirsən? Niyə təkəbbürlü eləyirsən? Hədislərdə də keçirdir. İnsan əgər özündə bir qüsur görməsə, təkəbbürlü eləməz. Məsələn, fərz edin, müəyyən yağlar vardı qabaq Azərbaycanda, televizorda çox onu reklam edirdilər. Tekson yağı kimi. Amma heç görübsüz kərə yağını reklam eləyərlər. Kərə yağını heç vaxt reklam eləməzlər. Çünki kərə kərədir, adı üstündədir. Amma onun reklama ehtiyacı var. Bilirlər qüsurludur. Bilirlər ki, bunu təbliğ etməsən, bunu reklam etməsən, onu almazlar. Amma kərənin reklama ehtiyacı yoxdur. O insan ki, özünə reklam eləyir, təbliğ eləyir, tərif eləyir, əslində dolayısı olaraq özünün qüsurlu olduğuna işarə eləyir. Amma əgər bir insan doludursa, özünə inamı varsa, o potensialına agahdırsa, onun ehtiyacı yoxdur özünü tərifləsin. O artıq öz hərəkətində, danışığında, yürütdüyü fikirlərində, tutduğu mövqelərində özünü göstərəcək. Ona görə də özünə inamın əsas müsbət nəticələrindən biri budur ki, insan azad olur, sərbəst olur. Kimisə üçün özünü tərifləməz, təkəbbürlü eləməz. Özünə inamsızlığın nəticəsi isə belə mənfi xüsusiyyətlər özünü tərifləmək, təkəbbürlü göstərmək, özünü insanlara yuxarıdan aşağı baxmaq. Bunlar hamısı təqvasızlıqdan irəli gəlir.